mətnin məntiq təhlilinə aid suallardır. Deyir ki, Tahirin toyuna dəvət olunan, deməli adlar verilibdir, bir-bir oxumuram. Bu şəxslər dairəvi masa ətrafında əyləşmişdilər. Onlardan 5-i Tahirin dostudur, ikisi qardaşıdır. Deməli 5 dənə dost var. D, 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 D. 2 dənə də qardaş. Elə-belə bunu bura qeyd edirəm ki, tapdıqca üstünə xətt çəkəcəm. Bəlkə də mənə lazım olmayacaq, amma mən hər ehtimalı qeyd elədim. Deyir 4-ü qara, ikisi ağ, biri qırmızı rəngdə kostyum geyinib. Onu da buraya yazmaq istəyirəm. Q, 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 Q. 2 dənə ağ, bir dənə də qırmızı rəng. Qırmızını da belə biraz 3 hərfin yazaq ki, ayrı olunsun. Hətta Q, qırmızı. 4 hərfin qeyd elədim. Deyir ki, Babək, Cəlal, Həsən fərqli, Anar və Fərid eyni rəngdə kostyum geyinib. İndi Babək, Cəlal, Həsən fərqli geyinibsə, onsuz əlimdə 3 dənə fərqli rəng var. Qırmızı, ağ, qara. Deməli, onda biri qırmızı geyinib, biri ağ geyinib, biri qara geyinib. İndi bilmirəm hansında hansıdır. Sadəcə bu üçünə, o rənglərdən hərəsinə birini verirəm. Yəni qırmızını, qaranı, bir dənə də ağ. Bu üçünə verdim. Ona görə ağlardan birini silirəm. Qırmızılardan, elə qırmızı bir dənə idi, sildim. Qaralardan birini sildim. Əlimdə qaldı bu 4 dənə. İndi Anar və Fərid eyni rəngdə kostyum geyinibsə, Anar və Fəridə nə verə bilərəm? Məsələn, bayaqlar əgər mən bunu burada qeydiyyat kimi yazmasaydım, ağlıma gələrdi ki, bəlkə də ikisinə də ağ verim, bəlkə ikisinə də qara verim. Artıq 100% bilirəm ki, ağlardan biri gedibdir. Babək, Cəlal, Həsənə aiddir ağlardan biri. Onda nə edirəm? Görürəm ki, əlimdə nə qalıb? 3 dənə qara var. Deməli, onlardan biri Anarındır, biri Fəridindir. Biri Anarındır, biri Fəridindir. Deməli, qara, qara. Onların kostyumlu rəngini tapdım. Qaralardan onda ikisini də silirəm. Qaldı əlimdə bir qara, bir ağ. Adları çəkilməyən, məsələn, deməli, Anar Fəridin adı çəkilib, Elnurun adı çəkilməyibdir. Bir də Davudun adını çəkməyiblər paltarla bağlı. Onlardan da biri qara olacaq, biri ağ. Bilmirəm. Amma istəyirəm ki, elə hazır onu da müəyyənləşdirmişkən, deməli, bir yerlərə qeyd edeyim. Gəlirəm Davudla Elnurun yanına yazıram. İkisini işarə eləyək. Buraya yazaq qara və ağ. Və davam edək. Buradan hətta bunları da sildirəm. Rənglərlə işim demək olar ki, bitdi. Tahirin qardaşlarından biri qırmızı, digəri ağ kostyum geyinmişdir. Yəni, onda Tahirin neçə qardaşı vardı? 2 dənə qardaşı var idi də. Biri qırmızı, biri ağ geyinibsə, deməli, heç vaxt Anar və Fərid onun qardaşı ola bilməz. Çünki qara geyinib ikisi də. Deyir ki, Tahirin qardaşlarından biri qırmızı geyinib, digəri ağ geyinibdir. Aha. Amma digərləri ola bilər. İndi digər o 5 nəfərdən bilmirik də, hansı qırmızı geyinib, hansı ağ geyinibdir, bilmirik. Və davam edirik. Baxım, növbəti ipucu. Tahirin qardaşları yanaşı əyləşməyiblər. Qırmızı kostyum geyinənin sağında Həsən, sol tərəfində isə Babək əyləşmişdir. Anar Davudun qardaşıdır. Deməli, Anar bayaq dedi ki, Anarla Fərid Tahirin qardaşı deyil. İndi də deyir ki, Anar Davudun qardaşıdır. Onda Anarla Davud qardaşdırsa, deməli Davud da Tahirin qardaşı deyil də. Anar öz Tahirin qardaşı deyilsə, Anarın qardaşı olan Davudu necə Tahirin qardaşı olsun? Deməli Davud da Tahirin qardaşı deyil. Amma bayaq demişdik ki, Tahirin qardaşlarından biri qırmızı, biri ağ geyinib. Onda deməli mən yenə də bunu müəyyənləşdirdim ki, Davud qardaş deyil. Davudun geyimi ilə bağlı istəyirəm nəsə deyim ki, qaradır yoxsa ağdır. Tahirin qardaşlarından biri qırmızı, biri ağ geyinib deyir. Amma onsuz da bizim əlimizdə 2 dənə ağ var idi də. Ola bilər ki, o biri ağı Davud geyinmiş ola bilər, geyinməmiş də ola bilər. Ona görə geyimi ilə bağlı hələ ki bir şey deyə bilmirəm. Bir dənə onu bilirəm ki, Davud da dostlardan biridir. Deməli, Davud da dostdur. Davud dost. Qardaşlardan biri deyil. Onda baxın, bu dostlardan 3-ünü silirəm. Çünki Anarı, Davudu, Fəridi bilirəm. Hələ ki qardaşları bilmirəm. Bir də 2 dənə dost hansı da onu bilmirəm. Başqa, deməli, baxın, Babək, Cəlal, Həsən. Üçü də fərqli rəng geyinmişdi. Qırmızı, qara, ağ. Burada deyir ki, qırmızı kostyum geyinənin sağında Həsən, sol tərəfində Babək əyləşmişdir. Deməli, nə Babək, nə Həsən qırmızı geyinməyibdir. Nə Babək, nə Həsən qırmızı geyinməyibdir. Burada Həsən geyinməyibsə, Babək geyinməyibsə, bir dənə qırmızı var. Kim geyinib? Deməli, Cəlal geyinibdir. Deməli, Cəlal qırmızı geyinibdir. Bunu da biz tapmış olduq ki, Cəlalın geyindiyi paltar qırmızıdır. Hara yazaq? Gətirək, bura yazaq. Cəlal qırmızı geyinib. Onda nə edə bilərəm? O qırmızı Cəlalın adını buradan qaralayaq
və qırmızı sözünü buradan qaralayaq. Qaldı Q ilə A, qara ilə ağ. Babək ilə Həsənlə biri qaradır, biri ağ. Demişdi ki, Tahirin qardaşlarından biri qırmızı geyinib. Qırmızı geyinən onsuz da bir nəfərdir. Deməli, Cəlal kimdir? Qardaşdır. Cəlal Tahirə qardaşdır. Hələ ki, mən sualları keçməmişəm, çünki 3 dənə sual var. Tapa bildiyim qədərini tapım ki, sualları keçəndə işim rahat olsun. Cəlal qardaşdır. Babəklə Həsənlə biri qara geyinib, biri ağ geyinib, bilmirəm. Davudla Elnurdan biri qara geyinib, biri ağ geyinib, bilmirəm hansıdır. Başqa nə bilirəm? Tahirin qardaşları yanaşı əyləşməyib. Başqa da ki, buradan nəsə çıxara bilərəm. Baxın, qırmızı kostyum geyinənin sağında Həsən, sol tərəfində Babək əyləşib. Deməli, onun Cəlal olduğunu tapdıqda, Cəlal bir yanında Həsən əyləşib, bir yanında Babək. Deyir ki, Tahirin qardaşları yanaşı əyləşməyib. Əyləşmə ilə bağlı bir dənə cümlə ilə buradaydı da, başqa yeri axtarası deyiləm ki, əyləşmək sözü bir dənə bu iki cümlədə keçibdi. Deməli, Tahirin qardaşı Cəlaldır. Babəklə Həsən əgər ki, qardaşlar yanaşı əyləşməyibsə, Cəlalın yanında, yəni onunla yanaşı əyləşən biri Babəkdir, biri Həsən. Deməli, Babəklə Həsən qardaş deyil Cəlalla. Yəni, Tahirlə də qardaş deyil də deməli. Babəklə Həsən, onlar da dostlara aid imiş. Deməli, onda Babək də dostdur, Həsən də dostdur. Deməli, dost, bunları tapdıq. Deməli, dostdularsa, Babəklə Həsən. Deməli, onsuz da biri qara, biri ağdır, onu bilmirik. Qaldı nə? Anar, Fərid, Davud. Bunlar da dostdular. Çünki Anarla Fəridin dostu olduğunu hardan bilirdik? Qara geyinmişdilər deyə. Onda Anar, Fərid, Davud, Babək, Həsən getsə, kim qalır? Elnur. Deməli, bir qardaş Cəlaldır, bir qardaş Elnurdur. 7 nəfər var idi. 5 dənə dostu tapdıq. Anar, Fərid, Davud, Babək, Həsən. Oldu 5 nəfər. Elnur qaldı, Cəlal qaldı. Elnur da qardaşdır deməli. Elnur da qardaşdır. Baxın, fikir verirsinizsə, adətən məntiq təhlil sualında biz cədvəl qurardıq və yaxud da ki, ən azından nöqtələr metodundan istifadə edərdik. Burada sadəcə olaraq elə qeydiyyat apararaq tapdım. Cədvəl qurmaya ehtiyac qalmadı, çünki o qədər çox məlumat vardı ki, hardan necə cədvəl qurum onu düşünməkdənsə qeydiyyat apararaq hamısını çıxarmış oldum. Elnur qardaşdırsa, Tahirin qardaşlarından biri qırmızı, biri ağ geyinmiş. Deməli, Elnur ağ geyinib. Davudla Elnurdan biri qara, biri ağ geyinmişdi. Elnur ağ geyinibsə, deməli, Davud qara geyinib. Onları da dəqiqləşdirmiş olduq. Davud qaradır, Elnur ağdır. Bunlar da dəqiqləşdi. Başqa da ki, bir dənə nəyi bilmədik? Babəklə Həsən hansı qara geyinib, hansı ağ geyinib, onu bilmədik. Başqa da ki, bir şey çıxara bilmirəm, keçirəm suallara. Elnur Tahirin nəyidir və kostyum hansı rəngdədir? Elnur ilə incə tapmışıq, qardaşdır, ağ rəngdə geyinib. Deməli, oldu C variantı. 86-da görək nə deyir? 86-da deyir ki, hansı Tahirin qardaşıdır? Tahirin qardaşlarından biri Cəlaldır, qardaş yazmışam bura. Biri də Elnurdur, qardaş. Deməli, indi Elnuru veribdir. İkisini eyni anda verə bilməzdir təbii ki. Elnuru verib, Cəlalı verməyibdir. Cavab oldu D variantı. Və 87 nömrəli sual. Hansında yalnız Tahirin dostları verilib? Elnur qardaş idi, atıram. Cəlal olan variantı atıram. Cəlal var, atıram. Elnur var, atıram. Anar, Babək, Davud Tahirin dostlarıdır. Cavab oldu C variantı.